Uşaqlarda qızdırmanın 39, hətta 40-a qalxması təhlükəlidirmi? Qızdırma zamanı bədənimiz infeksiya ilə mübarizə aparır. Deməli, temperatur qalxanda bədəndə virus və bakteriyaların çoxalması zəifləyir. Bu baxımdan 37,5 və 38 dərəcə arası qızdırma qorxulu hesab edilmir. 39 və 40 dərəcə qızdırma uşaq beyni üçün çox risklidir. Bu zaman qıc olma və huşun itməsi halları yaşana bilər. Yüksək qızdırma sürətli maye itkisinə, təzyiqin düşməsinə, ürək döyüntüsünün çoxalmasına səbəb olur. Xüsusilə ürək və ağciyər problemi olan uşaqlarda bu vəziyyət çox risklidir. Yəni dərman vermə, qoy uşağın bədəni özü virusla mübarizə aparsın ifadəsi yanlışdır. Elmi olaraq da göstərilib ki, 39 dərəcədən yuxarı temperatur immun sistemini gücləndirmir, əksinə orqanizmi zəiflədir. Bəs düzgün yanaşma nədir? Deməli, qızdırmanı izləyin. Əgər qızdırma 38,5-i keçibsə, qızdırma salıcı dərman verin. Yəni 39-u keçməsini gözləməyin. Bildirim ki, dərman immuniteti öldürmür, amma qızdırmanın səbəbini də müalicə etmir. Əgər qızdırma bir neçə gün və yüksək temperaturda davam edirsə, mütləq həkimə müraciət edin. Sonda isə bu videomuzu bəyənməyi və yaxınlarınıza göndərməyi də unutmayın.